Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Allahumma allimna ma yenfa'una ve enfa'na bima allamtana ve zidna ilmu ba'd. Aziz qardaşlar, Şeyx Nasır Səmərqandi rahimehullahın qəflətdə olanlara xəbərdarlıq kitabının tədrisinə davam edirik və şeyxin 35-ci mövzusu zikr etdiyi 35-ci mövzu məscidlərə ehtiram etmək, hörmət etmək, onların hörməti barəsindədir. Və Şeyx rahimehullahın bu mövzuda ilk zikr elədiyi hədis Peyğəmbər sallallahu əleyhi və səlləmin Əbu Hüreyrədən gələn hədisidir ki, Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, sizdən biriniz məscidə daxil olarkən 2 rükət namaz qılmadan oturmasın. Və Şeyx rahimehullah buyurur ki, və bu deyir ümumiyyətlə mübah vaxta aiddir. Amma deyir ki, insan deyir məscidə kərahət vaxtlarında daxil olarsa əsrdən sonra ya sübh namazından sonra o zaman deyir qılması məsləhət deyil. Çünki Rasulullah sallallahu əleyhi və səlləm həmin vaxtlarda namaz qılmağı qadağan edib, o zaman təsbih etsin, təhlil etsin, la ilahe illallah desin, Peyğəmbər sallallahu əleyhi və səlləmə salavat keçirsin. Lakin namaz deyir qılmasın. Yəni bu məsələ bildiyiniz kimi yəni ixtilaflı məsələdir. Məzhəblər arasında kərahət vaxtında zəvatul əsbəb, səbəbli namazlar qılınırmı, qılınmırmı? Yəni Şeyx Nasır rahimehullah da Hənəfi alimlərindən olduğuna görə Hənəfi məzhəbinin rəyini söyləyir. Bu məsələ alimlər arasında ixtilaflıdır. Yəni bəziləri gətirirlər ki, zəvatul əsbəb ora daxil deyil, səbəbli namazlar ora daxil deyil. İnsan səbəbli namazı da qılır. Bəzi alimlər də deyirlər ki, xeyr, səbəbli qadağa hamıya aiddir. Rasulullah s.ə.v namazları qadağan edib. Hansı ki, o kərahət vaxtlarında və ona görə də namaz qılınmırsın. İstərsən nafilə namaz olsun, istər səbəbli namaz olsun, fərq etməz. Kərahət vaxtında o namazlar qılınmaz. Yəni, məzhəblər arasında bu ixtilaflı məsələdir. Bu bizim dərsimiz fiqh dərsi olmadığına görə o təfsilata getmirik, sadəcə olaraq rəy olaraq bildirir. Amma kimsə, məsələn, ikisi də mötəbər rəydir, ikisi də güclü rəydir, iki tərəfində güclü dəlilləri var. Kim ki, kərahət vaxtlarında girib namaz qılmırsa, onların da yetərli qədər dəlilləri var. Kim də qılırsa, onların da yetərli qədər dəlilləri var. Bu, məsələn, fiqhdə ixtilaflı məsələlər hamısı eyni səviyyədə deyil, qardaşlar. Fiqhdə ixtilaflı məsələlər, elə məsələlər var ki, bu kimi məsələlər çox deyil, azdır. Ümumi baxanda, o biri məsələlərə baxanda. Yəni, burada tərcih etmək də çətindir. İki tərəfində də yetərli qədər güclü dəlilləri var. Hansı rəyə götürsən deyirik ki, əlhamdülillah, yəni problem deyil. Lakin elə məsələlər, əksər məsələlərdə isə dəlilin gücünlə bilirsən ki, bu rəy daha racihdir, daha güclüdür. Yəni, o biri tərəf, məsələn, iştihadi məsələlər zikr ediblər, amma başqa tərəf dəlil əsasında zikr edib, orada tərcih etmək olur. Yəni, elə məsələlər var, orada ixtilaf var deyib, mən buraya götürürüm deyə bilməzsən. Elə məsələlər var ki, orada mən buraya götürmək istəyirəm deyə bilməzsən. Nədir? Bunu filan məzhəb deyib. Filan məzhəbə görə belədir, belə bir şey yoxdur. Çünki ortada ona cavab verəcək yetərli qədər dəlillər var və sənin götürdüyün məzhəbin də o dəlillərin qabağında cavab verməyə acizdir. Yəni, o dəlillərə cavab verə bilmirlər. Lakin elə məsələlər var ki, iki tərəfin də yetərli qədər güclü dəlilləri olur. Onda insan, bəli, ürəyinə hansı rəy yatırsa, oraya götürür. Bu da o məsələlərdən biridir. Sonra şeyx gətirdiyi dəlil, şeyx zikr eləyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrindən Hakim ibn Ömer radiyallahu anhudan gətirir ki, deyir ki, o deyərdi ki, dünyada siz qonaq kimi olun. Və Allah məscidləri də özünüzə ev götürün. Və qəlbinizə yumşaqlığı öyrədin. Yəni, qəlbin yumşaqlığınızı qəlblərinizə yəni ki, aşılayın. Və təfəkkürü çoxaldın, düşünməni, Allah ayələri barədə düşünməyi və s. Və eyni zamanda Allah üçün göz yaşı axıtmağı da çoxaldın. Sizdən kimsə hava əhlinə uymasın. Və bu nədir? Onun ümmətə olan vəsiyyətidir. Şahid olan yeri nədir? Allah evlərinin, məscidləri özünüzə ev seçin. Yəni, çox vaxtınızı məscidlərdə keçirin.
Qatadə, tabiin imamlardan Qatadə bin Dəamə Sədusi rahimehullah deyərdi ki, möminə yaraşmaz ki, hər yerdə görünə. Mömini hər yerdə görmək ona yaraşmaz. 3 yerdən başqa. Birincisi deyir, imarə etdiyi məsciddə, mömin harada görünər? İmarə etdiyi, yəni zikirlə, namazla imarə etdiyi məsciddə. İkincisi, onu örtən evində, insan ya məsciddə olar, ya evində və yaxud da ehtiyacı olan, ehtiyac üzərindən getdiyi bir yerdə. Məsələn, başqa bir üçüncü yerdə görünürsənsə, orada da ehtiyac üzərindən. Məsələn, deyək, bazara getmişsən, evə ərzaq almaq üçün. Bazarda görünə bilərsən, amma ehtiyac üzündən getmirsən. Bundan başqa yerlərdə deyir, müminin hər yerdə görünməsi ona yaraşmaz. Və iman əhlinin qəlbi həmişə nəyə bağlı olur? Məscidə bağlı olur. Necə ki, Rasulullah və bu da insanı cənnətə, qiyamət günü Allah Azə və Cəllənin ərşinin kölgəsində kölgələndirməyə səbəblərdəndir. Necə ki, Rasulullah s.ə.v hədisdə buyurur ki, Səbatun yadilluhumullah fi yadillihi yevmə la zillə illə yadilluh. 7 sinif insan var ki, qiyamət günü heç bir kölgənin olmadığı bir gündə Allah Azə və Cəllənin kölgəsində rəvayətdə gəlir ki, ərşinin kölgəsində kölgələnlərdən olacaq. Onlardan bir də kimdir? Raculun qalbuhu muallaqun bil məsacid. Qəlbi məscidlərə bağlı olan kişi. Qəlbi məscidlərə bağlı olan bir kişi. Yəni bir hədislərdə də həmçinin gəlir ki, bir namazı qıldıqdan sonra şövq ilə o birisi namazı gözləyər. O birisi namazın gəlməyini gözləyər. Qəlbi məscidlərə bu şəkildə bağlanar. Və həmçinin Rasulullah s.ə.v buyurur ki, biri məscidə gələr, sizdən biriniz namaz qılarsa, heç bir ihdəs, yəni dəstəmazı pozmadan oturub, o biri namaza qədər gözləyərsə, o deyir, bu iki namaz arasında namazdakı kimi savab qazanır. Zöhürdə gəldin, qıldın, misal üçün, əsr qıldın, məğribə qədər oturdun məsciddə, zikir edirsən, Quran oxuyursan. Sanki zöhürdən, əsrdən məğribə qədər aranı, bunu da namazda keçirmişin savabını qazanırsan. Yəni, kişinin qəlbi məscidə bağlı. Amma nifaq əhlinin qəlbi nətər olur? Məsciddən qaçır. Elə bir ki, zorla gəlir, ya gəlmir, ya da ki, gələndə də qaçır. Necə ki, bu barədə Nəzzəl ibn Sabra deyir ki, münafiq məsciddə qəfəsdəki quş kimidir. Quş qəfəsdə necə olur? Qəfəs açan kimi uçub qaçasıdır. Münafiq də məsciddə bu şəkildə olur. Amma iman əhli məscidlərə gələndə məscidlərdə rahatçılıq tapır. Çünki məscid onu dünyadan, dünyanın məşğuliyyətindən, hər şeydən qıran yerdir. Allahın zikrini tanıdan, xatırladan, onun iman əhlinin bir-birini ona xatırlatdığı, ahirəti xatırlatdığı yerdir. Və sonra şeyx deyir ki, Xələf ibn Əyyub rahiməhullahdan gəlir ki, o deyir, məsciddə bir gün otururdu, bir gün onun yanına onun uşağı gəlir, ondan bir şey barədə soruşur. Bir şey barədə oğlu gəlir, bir şey barədə soruşur və deyir, o deyir, qalxır və məsciddən çıxır. Məscidə çıxdıqdan sonra çöldə ona cavab verir, geri qayıdır. Və bunun səbəbini ondan soruşanda o deyir ki, mən deyir, heç zaman, yəni filan ildən bəri heç zaman məsciddə dünya söhbəti etməmişəm deyir. Və mən bu gündə o söhbəti etmək istəmədim. Öz oğlu gəlir, nəsə bir öz ehtiyaclarıyla bağlı bir şey soruşur. Ona cavab vermir, çıxır çöldə, oğluna cavab verir, sonra qayıdır məscidin çölündə. Deyəndə nə edirsən? Deyir ki, çünki mən məsciddə dünya söhbəti etmirəm. Və bu gün də etmək istəmədim. Nasr Səmərqənd rahimehullah buyurur ki, qulun Allah yanında mənziləsi nə zaman ucalır, nə zaman qul Allah qatında yüksək mənzilələrə sahib olur, deyir ki, nə zaman ki Allahın əmrlərini təzim edərsə, əzəmətləşdirərsə və azzama buyutahu və ibadahu, Allah evlərini təzim edərsə və Allahın qullarını əzəmətli görərsə və məscidlər də Allah evləridir və möminə yaraşan odur ki, onları deyir təzim etsin. Və məscidlərin təzimində Allah Azə və Cəllənin təzimi var. Bəzi zahidlərdən, sələflərdən gəlir ki, sələflərdən biri deyir ki, mə istənəttu fil məscidi ilə şeyin və lə tavvəltu qədəmi fiyhə və lə təkəlləmtu bi kələmi dünya deyir, innəmə qalə zəkil yüktədə bihi.
Bu alim deyir ki, həyatım boyu deyir, məsciddə heç nəyə sökənmədim deyir. Həyatım boyu məsciddə heç nəyə sökənmədim, nə də məsciddə ayağımı uzatmadım. Və deyir, məsciddə dünya söhbəti etmədim. Və deyir, bunu deyir, nəyə görə zikr edir? İnnəmə qalə zəlik liyuqtədə bihi. Bu, ona iqtida olunsun deyə. Yəni, başqaları, yəni bu əməlini açmaq babından yox, açıq danışmaq babından yox, başqaları da ondan ibrət alsın deyə bunu zikr etmişdir. Avzai rahimehullah buyurur ki, 5 xislət var ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri və tabiinlər də ona əməl ediblər. 5 dənə xislət var. Birincisi, lüzumul cəmaə, cəmaatda olmaq. İkincisi, Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnəsinə ittiba etmək, tabi olmaq. Üçüncüsü, məscidləri imarə etmək. Dördüncüsü, Quran oxumaq. Beşincisi, Allah yolunda cihad etmək. Və məscidləri imarə etməyi, alimlər deyir ki, məscidləri imarə etməyi necə olur? Necə ki, Allah Quranda İnnəmə ya'mur məsəcid Allah ayəsinin təfsirində təfsirçilər deyir ki, Allah evlərini imarə edənlər, Allaha və axirətə iman gətirənlərdir. Bu ayənin təfsirində deyir, imarə etmək 2 yerə bölünür. Biri, maddi olaraq imarə etmək, məscidi tikmək. İkincisi də mənəvi olaraq imarə etmək. O da nədir? Məsciddə namaz qılmaqla onu imarə etmək, məscidi zikr etməklə, Quran oxumaqla imarə etmək. Əsas imarə də ikinci imarədir. Tutaq ki, sən məscid tikdin, amma məscidibə gələn yoxdur, qapısı açanı yoxdur və yaxud hətta sən özün belə məsciddə gedib bir dəfə açıq Quran oxumursan, zikr eləmirsən, cəmaat namazdan getmirsən, sən məscid imarə edən sayılmırsan ki. Əsas məqsəd imarə nədir? Onu namazla, zikirlə, Quranla onu imarə etməkdir. Sonra Şeyx Həsən ibn Ali radiyallahu anhudan gətirir ki, radiyallahu anhumədən Həsən radiyallahu anh deyir ki, 3 sinif insan Allah azə və cəllənin himayəsindədir. 3 sinif insan var ki, onlar Allah azə və cəllənin himayəsindədir. Onlardan biri deyir ki, məscidə daxil olan kişidir ki, o ora nədir? Allah üçün daxil olur. O deyir, oradan çıxana qədər Allahın qonağıdır. İkincisi, müsəlman qardaşını Allah üçün ziyarət eləyən kişidir. O da deyir, Allahın qaydana qədər Allahın qonağıdır. Üçüncüsü də deyir, evindən həc və ya ümrə üçün çıxan insandır ki, o da Allah üçün həc və ümrə gedən insandır ki, qaydana qədər o da Allah Azə və Cəllənin qonağıdır. 3 sinif insandır. O, onlardan birinin son hissəsinə hətta hədis də var. Rasulullah s.ə.v buyurur ki, həcilər və ümrəçilər Allahın qonaqlarıdır. Allah onları dəvət etdi. Onlar da Allahın dəvətinə icabət etdi, cavab verdilər, yəni qəbul etdilər, gəldilər. Onlar Allahdan nə istəyərlərsə, Allah da onları istədiyini onlara verəcək. Yəni, bunun bir hissəsi əslində hədisdən götürülür. Sələflər deyərdilər ki, müminin qalası 3 şeydən ibarətdir. Müminin qalası nədir? 3 şeydir. Məsciddir, Allahı zikr etməkdir, bir də Quran oxumaqdır. Mümin əgər bunlardan birində olarsa, o şeytan, bu qalalar var, bu qala vasitəsilə şeytandan nə deyə özünü qorumuş olur. Həsən el-Basri rahimehullah deyərdi ki, cənnətdəki hurilərin mehri məscidləri süpürüb onları imarə etməkdir. Məscidləri təmizləyib onları imarə etməkdir. Şeyx Nasr rahimehullah deyir ki, məscidlərin hörməti, məscidlərin təzimi, ehtiramı 15 xislətlə həyata keçir. Neçə xislətlə? 15 xislətlə həyata keçir. Birincisi, daxil olduğu zaman orada oturan insanlara salam vermək. Əgər insanlar təbii ki, yoxdursa, yəni yavaş səslə, sünnədə olan zikr edirsən. İkincisi, məsciddə daxil olduğu zaman 2 rükət namaz qılmaq. Necə ki, Peyğəmbər s.ə.v hədisdə buyurur ki, sizdən biriniz məsciddə daxil olduğu zaman 2 rükət namaz qılsın. Üçüncüsü, məsciddə alış-veriş etməmək. Ticarət etməmək. Dördüncüsü, məsciddə silahla girməmək, yəni qılıncla girməmək. Qılıncın hökmündə olan istənilən silah bura daxildir. Beşincisi,
itiyini məsciddə axtarmamaq. Bilirsiniz, buna ayrıca hədis var. Rasulullah sallallahu əleyhi və səlləm bu əməldən qadağan edib. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, məsciddə itiyini axtarana deyir ki, Allah onu sənə qaytarmasın. Ona deyin deyir. Belə deyir ki, ay filan kəs, ay cəmaət, ay məscid əhli, məsələn, telefonumu itirmişəm, görən varmı? Ona Rasulullah sallallahu əleyhi və səlləm deyir, eşitsəniz, deyirsiniz, nə deyirsiniz? Deyirsən ki, Allah onu sənə qaytarmasın. Çünki məscid iti tapılan yer deyil. Alış-veriş edən görsəniz deyin ki, Allah ona bərəkət verməsin. Və altıncısı, səsi Allahın zikrindən başqa bir şeylə səsi qaldırmamaq. Yəni, səsi məsciddə nə ilə qaldırırsan? Ya zikr etməklə, ya farz namazını qılanda, məsələn, imam, məsələn, və həmçinin namazda amin deməkdir, yaxud Quran oxumaqdır, və yaxud elmi dərsdir. Bunlar nədir? İstisnadır. Amma dünya adi söhbətlərlə məsciddə səs qaldırmamaq. Yedincisi, dünya söhbətlərini məsciddə etməmək. Dünya söhbətlərini məsciddə etməmək. Səkizincisi, insanların boynu üzərindən yeriməmək. Biz hatırlayırsınız ki, keçən dərsimizdə cümə namazı məsələsində bu məsələyə toxunduq ki, yəni ki, insanları, səhvləri yararlı insanların boynunun üstündən keçərək getmək olmaz, qadağa gəlib məsələyə. Doqquzuncusu, yer üstündə dava salmamaq, yer üstündəki daha olsa mübahisə etməmək. Burada mən oturacam, mən burada oturacam deyə nədir? Başqaları nə? Bunun üzərindən mübahisə etməmək. 10-uncusu, səhvi kimisə darlaşdırmamaq, sıxışdırmamaq səhvdə cəmaatı. Məsələn, insanlar səhvə durub, xüsusən birinci səhvdir. Gəlirsən, cəmaat da artıq səhvə durub, iqamə verilib, gəlirsən 2 nəfəri belə yarırsan, zorla deyirsən, arasına girirəm, cəmaat da artıq namazını sənin sağında, solunda olan nə tər qıldığını bilmirlər. Çünki namazda rahat olmur. Güya sən savab istəyirsən. Savab istəyən səhvə tez gəlir. Birinci səhvin savabını qazanmaq istəyirsən, əlhamdülillah, tez gəl, erkən gəl, yer tut. Yox, sən iqamə vaxtı gəlirsən, səhvləri gəlirsən və ya hətta yarmağa da ehtiyac yoxdur. İkinci səhvdən birinci səhvə keçirsən. Birinci səhvdə olduğu halda 2 nəfəri aralayıb zorla ikisinin arasına keçirsən. Və onlar da necə namaz qıldıqlarını bilmirlər namaz boyu. Onlara nədir? Əziyyət vermiş olursan. 11-incisi deyir, namaz qılanın önündən keçməmək. Peyğəmbər sallallahu əleyhi və səlləm namaz qılanın önündən keçməyi qadağan edib. Çünki Rasulullah sallallahu əleyhi və səlləm düzdür, eyni zamanda sütrəyə də namaz qılmağı əmr edib. Peyğəmbər sallallahu əleyhi və səlləm sütrəyə namaz qılmağı əmr edib və sütrəyə namaz qılanın önündən keçməyi qadağan edib. Sizdən biriniz deyir, sütrəyə namaz qılarsa və kimsə onun önündən keçmək istəyərsə, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əli ilə ona mane olsun. Namazda əli ilə ona mane olursan. Əgər deyir, yenə də keçmək istəyərsə, onunla vuruşsun, çünki o şeytandır deyir. Rasulullah sallallahu əleyhi və səlləm yəni bu əməli əmr etməyi dəlildir ki, namaz qılan önündən keçmək necə də təhlükəlidir. Başqa bir hədisdə Rasulullah sallallahu əleyhi və səlləm buyurur ki, namaz qılanın önündən keçən nə qədər günah olduğunu bilsəydi, 40 dayanardı. Hədis Əbu Hureyra radiyallahu anhdan gəlir hədis. Tabiinlər, tələbələri soruşur ki, Əbu Hureyraya 40 günmü? Cavab vermir. Deyir, 40 ay mı? Cavab vermir. Deyir ki, 40 il mi? Cavab vermir. Bizə 40 gün, 40 il, 40 ay lazım deyil. 4 dəqiqə səbr elə, adam namazını bitirsin. 4 dəqiqə səbr elə. Yəni, ən azını götürək 40 gün. Yəni, günahın böyüklüyünə bax ki, sən razı olarsan ki, 40 gün gözləyim, amma yenə keçməyim. Günahın nə qədər böyük olduğunu bilsəydi, 40 dayanardı. Ən azını götürsək belə, 40 il lazımdır. 40 gün dayanmağa belə gözü alarsansa, deməli, orada hansı bir günah var. Namaz qılanın önündən keçmək olmaz. 12-ci deyir ki, məscidə tüpürməmək. Bu nədir? Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, məscidə tüpürmək xatiədir, günahdır. Onun kəffarəsi də onu ayağına, nədir o vaxt biz məscidlərdə nə idi? Torpaq idi. Ayaqla onu oradan yox etməkdir. 13-cüsü, barmaqlarını şaqqıldatmamaq məsciddə. Barmaqları şaqqıldatmamaq. Bu da nədir? Qadağan olunan əməllərdən də bu barədə Rasulullah sallallahu əleyhi və səlləmdən hədislər var idi, olubdur. 14-cüsü, məscidi nəcasətdən təmiz tutmaq, bulaşdırmaqdan təmiz tutmaq. Eyni zamanda məscidləri dəlilərin yaxud nəcasətini qoruya bilməyən uşaqların gəlməsinə mane olmaq. Məsələn, bilirsən ki, 1 yaşında, 2 yaşında uşaq özü idarə edə bilməyən uşaqdır.
Mesela bu körpə yaşda uşaq da bir uşaqları məscidə gətirmək olar, amma artıq özlərini hiss edəndən sonra, başa düşəndən sonra, məsələn, ehtiyacını ödəmək üçün artıq deyir ki, mənim ehtiyacımı ödəmək istəyirəm. Amma bilirsən ki, bu özünü saxlaya bilmir bu şəkildə, məscidə gətirilməz. Və 15-incisi də orada Allahı çoxlu zikr etmək və zikirdən heç vaxtı qafil qalmamaq. Və şeyx gətirir ki, bunlar nədir? Məscidləri ehtiramı bu 15 xislətlə olur. Sonra şeyx Vahb ibn Munebbih tabiin alimlərindən Vahb ibn Munebbih rahimehullahdan bir əsər gətirir ki, qiyamət günü məscidlər qiyamət günü böyük gəmilər, gəmilərin misalında deyir, Allahın huzuruna gətiriləcək və onlar deyir, incə yaqutlar və incilərlə bəzədilmiş formada olacaq və o məscidlər öz əhlinə şəfaət edəcək. Onlara gələnlər üçün şəfaətçilik edəcəklər. Və bu bəzi məsələlər idi və bəzi ədəblər idi məscidlərə ehtiram etmək barədə. Allah Azə və Cəllə istəyirəm ki, bizi işli faydalardan eləsin, işli və axsan tabunlardan eləsin. Subhanəkallahum bihamdik, şüdən də eləyən də əstəğfurullah və ətub eləyik.